Amerika Birləşmiş Ştatlarında gündəlik münaqişəyə xərclənən pullar və digər tərəfdən isə əlbəttə ki, önəmli məsələlərdən biri danışıqlardır. Çünki bu danışıqlar məsələsi ilə bağlı Amerika Birləşmiş Ştatlarından bir neçə dəfə mesaj ötürülsə də, İran tərəfi isə bir mənalı olaraq atəşkəs üçün vasitəçilərin səylərini rədd eləyir. Biz danışıqlara getməyəcəyik, müharibəni biz başlatmamışıq deyə çıxış edirlər. Nə baş verir, nə olacaq? Danışacağıq. Studiyamızın qonağı siyasi şərhçi Əhməd Şahidovla müzakirələrimiz olacaq. Əhməd bəyi masamızın ətrafına dəvət edirik. Xoş gəlmisiniz Əhməd bəy, xoş gördük sizi. İlk olaraq istəyirəm ki, Amerika Birləşmiş Ştatlarının gündəlik müharibəyə xərclədiyi vəsaitlə bağlı təhlillərinizə işdə kifayət qədər ciddi bir rəqəmdən söhbət gedir. 2 gün öncə əslində indiyə qədər 6 milyarddan çox pulun xərcləndiyi məlumatı gəlmişdi və Senata da yeni bir müraciət ediləcək ki, bu vəsait artırılsın. Bu Amerika daxilində müəyyən narazılıqlara da səbəb olur deyə iddialar var. Müəyyən biz açıqlamaların da şahid oluruq. Nə düşünürsünüz? Amerika Birləşmiş Ştatlarının bu qədər pul xərcləməsi uğurlu bir rəqəmdir. Çünki özləri bunu uğurlu olaraq analiz edirlər. Daxildəki o narazılıqlara görə Amerika Birləşmiş Ştatlarının əməliyyatında proseslər necə irəliyə bilər? İlk öncə onu qeyd edeyim ki, bu müharibə Amerika cəmiyyəti tərəfindən bəyənilməyib. Çünki qanunlara görə, Amerika ABŞ qanunvericiliyinə görə hər hansı bir müharibəyə qatılmazdan öncə Senatda müzakirə olmalıdır, Senat qərar verməlidir. İlk dəfədir ki, Donald Trump Senatı razılığını almadan, nəinki razılıq almadan, Senatı məlumatlandırmadan fevralın 28-də İrana hücum əməliyyatlarına başladı ki, bu Amerika cəmiyyətində narazıçılıq yaradır. Bir mənalı şəkildə demokratlar və onların tərəfdarları bu müharibəyə qarşı çıxırlar. Bu Amerika cəmiyyətinə lazım olmayan bir müharibədir və hər gün təqribən 1 milyard ABŞ dolları vəsaitin bu müharibəyə xərclənməsi, bundan başqa ABŞ-ın yaxın şərqdəki, körfəz ölkələrindəki maraqlarına zərbələr endirilməsi, artıq 8 ABŞ əskərinin həlak olması, yaralıların olması Amerika cəmiyyətində ciddi rezonansa səbəb olub və xüsusən də gündəlik xərclər 10 gündür ki, 11 gündür ki, bu müharibə davam edir. Bu artıq Amerika daxilində gündəlik tələbat məhsullarına, marketlərdə, bazarlarda, xidmətlərin qiymətlərində müəyyən artma səbəb olur ki, bu artıq sıralı... Yəni Amerika xalqı bunu artıq hiss edir deyirsiniz. Çünki bu həmin o hərbi əməliyyatlar vergi ödəyicilərinin cibindən çıxır. Onlar hər gün bunu öz gündəlik həyatlarında hiss edirlər. Bəlkə də ilk anlarda İsrailə həmrəylik baxımından belə bir yüksək əhval-ruhiyyə var idi. Çünki gözləyirdilər ki, ötən ilki kimi 11-12 gün davam eləyəcək, daha sonra atəşkəs elan olunacaq. Amma ötən ilki 12 günlük müharibədən fərqlidir bugün şərtlər. Artıq hər iki tərəf sona qədər savaşmaq barədə bir qəti iradə ortaya qoyublar. Hərçənd ABŞ tərəfi dəfələrlə vasitəçi ölkələr, İtaliya və digər Fransa, Almaniyanın vasitəçi ilə İrana mesaj göndərib ki, atəşkəs elan olunsun. Amma İran artıq itirə biləcəyi ən ali dəyərlərini itirib, ali dini liderini itirib, generalitetini itirib, artıq şəhərlər bombalanıb, mülki infrastruktura zərər dəyib. Artıq bu İran dövləti üçün, İran tərəfi üçün bir müqəddəs müharibəyə, cihad da elan olunub rəsmən. Müqəddəs bir müharibəyə çevrilib, geri addım atmaq fikrində deyil ki, bu artıq Amerika cəmiyyətində ciddi bir narahatlıq doğurur. Xüsusən də İsrailin o dəmir qübbə adlandırılan havadan müdafiə sistemləri artıq effektiv deyil. Təl-Əvivin mərkəzi küçələrinə ardıcıl raket zərbələri, Hayfa digər şəhərlərə ardıcıl zərbələr, yaxın şərqdə körfəz bölgəsində ABŞ-ın radar sistemlərinə, hərbi bazalarına zərbələr artıq ABŞ-ın ciddi maraqlarına ciddi zərbə verir. Bu baxımdan bugün ABŞ və İsrail istəyər ki, növbəti dəfə bir atəşkəs elan olunsun, ən azı bir fasilə əldə olunsun növbəti hücuma hazırlaşmaq üçün. Amma İran daha qətiyyətli, artıq yeni 2000 metrlik uzaq mənzilli, daha dağıdıcı 2 ton bomba daşıya biləcək ağır bombalardan, raketlərdən istifadə olunur. Bu Amerika cəmiyyətində təbii ki, ciddi narazıçılıq yaradır. Artıq demokratlar, hətta respublikaçılar daxilində də belə bir qeyri-müəyyənlik var. Belə Amerikalı analitiklər, ekspertlər bildirirlər ki, Amerika bu müharibə
müharibəyə hazır deyildi. Hətta bəzi istefada olan Amerikan hərbçiləri sosial şəbəkələrdə də açıq şəkildə bununla bağlı etirazlarını bildirirlər ki, Amerika Birləşmiş Ştatlarının prezident Donald Trumpın bu müharibə ilə bağlı konkret planı yoxdur. Sadəcə İsrail tərəfinin Dünən Mersin də bənzər açıqlaması olmuşdu, onu da xatırlayaq. Yahudi lobbisinin dəstəyi ilə bu müharibə başladılır. Düşünüldü ki, bir həftəyə İran kapitulyasiya aktına imza atacaq. Xüsusən də ali dini lider Xameyinin ölümündən sonra artıq İran təslim olacaq. İlk günlərdə İranın parçalanması gündəlikdə idi. Artıq bu müzakirə olunmur. Çünki ali dini liderin ölümündən, öldürülməsindən sonra İran cəmiyyətində artıq birləşmə var. Xüsusən də mülki infrastruktura, neft yataqlarına zərbələr İran xalqını artıq yumruq kimi birləşdirir. Bu baxımdan İranla bir atəşkəs imzalanması istənilir ki, İran da bunu istəmir. Artıq İran dəfələrlə bildirib ki, müharibəni biz başlamamışıq, biz bitirəcəyik. Artıq hər iki tərəf ölüm-dirim savaşına çıxıb. İndi bu raketlərin bitəcəyimi, yoxsa İsrail tərəfində havada müdafiə sistemlərinin raketlərinin bitəcəyimi? Yəni bir yarış var. Görünən odur ki, ən azı bir neçə həftə davam edəcək. Bir neçə gündür Körfəz ölkələrinə İranın hava hücumları ilə bağlı bir qədər sanki zəifləmə tendensiyası müşahidə edilir. Pezeşkiyan da indi açıqladıq, son açıqlamasına qeyd edir, qisas əməliyyatına bağlı danışırlar. Siz özünüz də bu qisas məsələsini vurguladınız. İran bir qədər, belə deyək, kənara azca çəkilir, gücü yığıb yenidən daha ağır hücumlara mı hazırlaşır? Qisas əməliyyatı deyəndə nəyi nəzərdə tuturlar? Yəni, bir mənalı olaraq vasitəçilik səylərini qəbul etmirlər. Danışıqlarla bağlı Trumpın özünüz də vurguladınız, bir neçə dəfə mesajı oldu, amma orada mesajlarında da düzdür. İran bizə müraciət edib tərzində bir yanaşması var idi ABŞ liderinin, amma danışdı bu məsələ ilə bağlı. Danışıqlar ola bilər, apara bilərik dedi. Yəni Amerika tərəfindən ən azından belə bir qapı var. Amma İran tərəfi tamamilə fərqli mövqedədir. Bunu necə başa düşək? Ümumiyyətlə İran ilk günlərdə Körfəz ölkələrinə Qətər, Bəhreyn olsun, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanına hava zərbələri endirdi. İndi bu hava zərbələri səngiyib, ona görə ki, artıq oradakı ABŞ hərbi bazalarının bir qismi tam və ya qismən sıradan çıxıb, ABŞ hərbçilərini oradan çıxarıb artıq. Xüsusən də radar sistemlərini sıradan çıxarıb. Çünki Amerika orada saxladığı o radar sistemlərini İrana qarşı istifadə edirdi. İranın İsrailə göndərdiyi raketlərini anında koordinasiyaları Təl-Əvivə ötürülürdü. Artıq raketlər İsrail hava məkanına daxil olmadan öncə həmin raketlər zərərsizləşdirilirdi. İran ilkin mərhələdə Körfəz ölkələri ilə bağlı istəyinə nail olub. Həm oradakı radar sistemləri, ABŞ hərbi bazaları fəaliyyətini dayandırıb və həmin Körfəz ölkələri artıq öz ərazilərindən İrana qarşı istifadə olunmayacağı vədini verdikdən sonra, bəli, İran bir qədər Körfəz ölkələrinə hücumu səngidib, əsas diqqəti, bütün gücünü İsrailə, paytaxt Təl-Əvivə və digər şəhərlərə yönəldib. Amma burada zaman keçdikcə, günlərlə davam elədikcə İranın özünün də gücü azalmaqdadır. Raket arsenalı artıq tükənmək üzrədir. ABŞ və İsrail hərbi hava qüvvələri mütəmadi olaraq həmin o raketlərin atıldığı yeraltı anbarları zərərsizləşdirirlər, vururlar. Havadan dəniz donanması sıradan çıxarılır. Bugün Hörmüz boğazını minalamaq istəyən İran gəmiləri artıq sıradan çıxarılır. Neft yataqları vurur ki, bu da İranın gücünü bir qədər azaldır və güc azaldıqca İran yerdə qalan gücünü daha məqsədli şəkildə tək bir hədəfə, İsrailə yönəltməyə çalışır. Amma düşünmürəm ki, yaxın günlərdə İranın raket arsenalı bitər. Çünki uzun illərdir İran bu uzun müddətli müharibəyə hazırlaşırdı. Çünki havadan müdafiə sistemləri olmayan bir ölkənin əlində yeganə güc uzaq mənzilli raketlərdir və dronlardır ki, bunu İsrailə qarşı istifadə edildi. Birbaşa Amerika qitəsinə göndərməyə raketi olmasa da Amerikanın bölgədəki maraqlarına, hərbi bazalarına, radar sistemlərinə kifayət qədər zərbələr endirə bilib. Düşünürəm ki, hələ bir neçə həftə bu müharibə davam edəcək. İranın raket arsenalı bitdikdən sonra nələr yaşanacaq, onu zaman göstərəcək. Amma müharibə uzandıqca artıq maraqlı qüvvələrin də, maraqlı ölkələrin də iştirakı, Rusiya, Çin kimi ölkələr də pasiv şəkildə iştirak edirlər. Onlar ən azından kəşfiyyat məlumatlarını... Rusiya məsələsinə bağlı Zelenskinin açıqlamasını təqdim etdik. Onu siz də eşitdiniz. Necə baxaq bu məsələyə? Deyir ki, dayandırılmasa əgər, münaqişəyə müdaxilə etməsəz, o zaman daha böyük qlobal nəticələrə səbəb olan bir əməliyyatlar olacaq, münaqişə olacaq. Eynilə Ukrayna
müharibəsi kimi. Xatırlayırsınızsa 2022-ci Ola bilərmi ildə bu qədər uzansın? mümkündür. Çünki İran cəmiyyətində müharibə əhval-ruhiyyəsi, intiqamçılıq, qisas əhval-ruhiyyəsi yüksəkdir. Onlar heç bir halda şahın oğlu Pəhləvinin gətirilməsi, bu ssenarilər artıq gündəmdən düşür. Bu effektiv olmadı. İran daxilində bir sona qədər mübarizə əhval-ruhiyyəsi var və bu müharibə uzandıqca İran təbii ki öz müttəfiqlərinə müraciət edəcək. Hələ ki rəsmi müraciət olmayıb. Eynilə Ukrayna müharibəsi kimi ilk bir həftə heç bir Avropa ölkəsi Ukraynaya dəstək göstərmirdi. Sonradan artıq təhlükənin özlərinə yönələ biləcəyini görüb aktiv şəkildə Ukraynaya dəstək verməyə başladılar. Bugün Rusiya, xüsusən də Çin İrana ciddi şəkildə kəşfiyyat məlumatları ötürür. Amma gələcəkdə müharibə uzandıqca, çünki Çinin İranda çox ciddi maraqları var. Elə İranın neftin məhsullarının ən böyük alıcısı, müştərisi Çindir. Ucuz neft alır İrandan. İranın düşməsi, məğlub olması və ABŞ-İsrail yönlü bir hakimiyyətin İranda gəlməsi təbii ki Çinin maraqlarına, iqtisadiyyatına ciddi zərbə. Əhməd bəy, amma iki münaqişə arasında fərq də var. Burada Rusiya-Ukrayna cəbhəsində quru əməliyyatları keçirilir. Amma İran tərəfində bu hələ ki həyata keçirilməyib. Amerika Birləşmiş Ştatları prezidenti də onu deyir ki, istisna etmirik, amma getmək istəmirlər o varianta görünür. Çünki İran İslam Respublikası çox böyük əraziyə malikdir. Çox böyük əhalisi var. 90 milyona yaxın və o relyefi tanıyan xüsusən də quru qoşunları var. Amerika ordusu peşəkar olsa da İsrail ordusu quru əməliyyatlarında elə də uğurlu müharibə təcrübəsi yoxdur. Bu Qəzzada, Fələstində mülki insanları bombalamaq bu müharibə peşəkarlığı sayılmaz. Bu baxımdan ora desant göndərməyə, quru qoşun əməliyyatlara başlamaq artıq Amerika üçün daha çox itkilər deməkdir. Bugün 8 əskərini itirən Amerika cəmiyyətində artıq bu müharibə bizə lazım deyil, nəyə görə başlanıldı deyə etiraz dalğası var. Bu rəqəm 80, sabah 800 olsa artıq Amerika cəmiyyəti bir-birinə deyəcək ki, nəyə görə bu müharibə başladıldı? Çünki ən azından Amerika ordusu bilmədiyi bir relyefə gedir. Bir var havadan bombalamaq, əminsən ki, İranın havadan müdafiə sistemi yoxdur, amma bilmədiyin bir coğrafiya, pusku, bura bir Əfqanistan kimi yerdir, bu bataqlıqdır. Ora girdisə Amerika, İsrail ordusu çətin ki çıxar. Bu baxımdan İran bəlkə də düşünür ki, bu havadan hücumlardan sağ qurtula bilsə İran hakimiyyəti, əgər quru əməliyyatları başlasa, bu daha uzun müddətli çəkəcək və bu Amerika üçün, İsrail üçün heç də gözlənilən uğurlu nəticəyə gətirib çıxarmayacaq. Çünki İran ordusu quru əməliyyatlarında yəni qarşı tərəfə nisbətən daha güclüdür və ən azı evindədirlər. Bütün o puskular, tələlər, hamısı onların əlindədir. Bu baxımdan bugünkü şərtlərdə quru əməliyyatlarına başlamaq risklidir. Əgər başlanılacaqsa belə ən azından 100 min ABŞ ordusu, quru qoşunları gərək ora dislokasiya olunsun ki və onlara havadan da dəstək göstərilsin ki, hansısa bir nəticələr əldə olunsun. Bu baxımdan ABŞ tərəfi daha çox İraqdan Kürd silahlı qruplaşmalarını, müxtəlif terror qruplaşmalarını bölgəyə çəkmək istəyir. Bir zamanlar oradakı milyonlarla Azərbaycan türkünü də qızışdırmaq istədilər ki, bəlkə ayaqlanalar, amma hələ ki bu ssenari mümkün deyil. Kürdlər məsələsi bir müddət belə deyək, naməlum oldu. Çünki Bərzanidən açıqlama gəlirdi ki, biz hələ Amerika Birləşmiş Ştatlarının niyyətinin tam nə olduğunu başa düşmürük. Ona görə hələ ki qərar verməmişik bu münaqişəyə qatılıb-qatılmamaqla bağlı. Burada tək Bərzani faktoru deyil. Yəni Kürdlər tək İraq, Erbildə, İraq Kürdistanında deyil, ayrı-ayrı dağlarda qeyri-rəsmi olan Kürd qruplaşmalar var ki, istər Suriyada olsun, onlar zaman-zaman Türkiyəyə qarşı hücumlarda iştirak ediblər. Bugün Türkiyə PKK ilə razılaşma əldə eləsə də digər bir Kürd qruplaşmalar var ki, onlar bunu qəbul eləmirlər və hazır əmr gözləyirlər. Onlar uzun illərdir ki, ABŞ-dan, İsraildən dəstək alıb yetişmiş bir qruplaşmalardır. Onlar əmr quludurlar. Yəni onlara əmr gəlsə ki, İrana hücum edilsin, onlar əlində silah savaşacaqlar. Yəni bu baxımdan düşünürəm ki, amma 10 min, 15 min bir Kürd qruplaşması milyonlarla əskəri olan İran ordusuna qarşı bir effektiv Elə buna görə Amerika Birləşmiş Ştatları istəyir ki, İraq Kürdistanından da Kürdləri
bu əraziyə sərhəddə qeyri-qanuni şəkildə keçirərək gətirsin. Bu iddialar əlbəttə ki, Qərb mətbuatının iddiaları, o analitiklərin təhlilləridir. Amma indi görünür ki, Kürdlər Amerika Birləşmiş Ştatları ilə bir ortaq mövqeyə də gəlməyiblər. Deyəsə, onların istədiyi də onlara təqdim edilməyib. Bu müharibə bir çox reallıqları ortaya qoymuş oldu. Nədən ibarət idi? Amerika heç də müttəfiqlərini sona qədər ya qoruya bilmir, ya qorumaq istəmir. Körfəz ölkələri də bundan narahatdır. Körfəz ölkələri bu reallığı açıq şəkildə gördülər. 35 ildir ki, Qətərdə, Səudiyyə Ərəbistanında, Bəhreyndə ABŞ ordusu var. Onlar düşünürdülər ki, hətta Səudiyyə Ərəbistan Xaricilər Naziri bildirdi ki, 36 ildir bizim ərazimizdə ABŞ ordusu var, hərbi bazası var. Biz düşünürdük ki, bizi qoruyur. Amma zamanında təhlükə baş verəndə onlar heç bizi qoruyur. Nəinki biz heç özlərini, ABŞ bazalarını qoruya bilmədilər. Bu baxımdan yeni bir reallıq ortaya çıxır. O reallıqlardan biri də nədən ibarət idi? İran ilk bir həftədə xüsusən Xameynin ölümündən sonra təslim olacaq. İranda müxtəlif parçalanmalar, etnik qruplar arasında bulan heç biri baş vermədi və gözlənildiyindən daha çoxdur İranın yeraltı arsenalı, raket sistemləri. Artıq 12-ci gündür müharibə davam edir. Daha ölümcül silahlar ortaya qoyulub və növbəti həftələrdə müharibədə hansı gedişlər ola bilər? Bugün Çin ciddi şəkildə kəşfiyyat naviqasiya sistemlərini İrana verir. Bu məlumatları ötürür ki, onlar bundan ciddi şəkildə yararlanırlar. Bugün Şimali Koreya lideri demək olar ki, hər gün nüvə arsenalını yoxlayır, sınaqlar keçirir, sanki bir mesaj mı gözləyir bu müharibəyə dəstək vermək üçün. Yəni, hər şey ola bilər. Bu müharibə ilə anidən başladığı kimi, anidən də bir dəyişiklik ola bilər, yenilik ola bilər ki, bugün baş verənlər ümumiyyətlə bütün bölgəmiz üçün həssasdır və Azərbaycana dronların düşməsi, Türkiyə ərazisinə raketlərin düşməsi sanki bir təxribatçı qüvvə istəyir ki, bu müharibənin miqyasını genişləndirsin. Azərbaycanı da bu müharibəyə cəlb eləsin. NATO üzvü olan Türkiyənin də bu və ya digər formada bu müharibəyə cəlb edilməsini istəyən maraqlı qüvvələr var. Çox sağ olun Əhməd bəy. Təşəkkür edirik dəvətimizi qəbul edib gəldiyiniz üçün və önəmli təhlillərə görə. Dəyərli izləyicilər, biz İran ətrafındakı baş verən proseslərlə bağlı geniş şəkildə danışdıq, təhlillərimiz oldu.